Nərimanovda yenicə təmirdən çıxmış 4 otaq, 164 kvadrat metr nağıl kimi bir mənzil təqdim edirəm dəyərli izləyicilər. Təmirinə söz ola bilməz. Son günlərdə gördüyüm ən gözəl mənzillərdən biridir. İlk öncə qonaq otağını göstərim sizə. Sahəsi 36 kvadrat metrlik belə bir qonaq otağı. Daxilində də bütün mebellərlə təchiz olunub. Baxın, qonaq otağının daxilində divanı, 2 ədəd kreslosu, qarşı hissəsində televizoru, 8 nəfərlik yemək masası və açıq eyvan hissəsi. Yeri parketdir. Təmirdən sonra mənzildə yaşayış olmayıb. Ümumi də bütün evin divarlarında dekorativ boyadan istifadə olunub. Eyni qonaq otağı kimi mətbəxin də sahəsi genişdir. Belə bir mətbəx hissəsi görün necə də gözəl. Tavana qədər yığılmış mətbəx mebeli, daxilində kreslosu və 5 nəfərlik yemək masası. Əlavə olaraq elektronik avadanlıqları da var, qabyon da buradadır. İkinci mətbəx də var. Baxın, burada belə bir eyvan hissəsi olub bağlayıb, mətbəx mebeli quraşdırıblar ki, bəzi yeməkləri orada bişirmək mümkün olsun. 3 ədəd yataq otağı var, hamısı da bir-birindən gözəl. Bura kiçik yataq otağıdır. Daxilində 2 ədəd çarpayısı və 2 ədəd masası var ki, dərs oxumaq üçün. Hər bir yataq otağının daxilində dolablar da var. Çamaşır otağıdır, paltar yuyanı və qurutma aparatı yerləşdirilib. Hol hissəsinin yeri kermoqranit döşəmədir. Mənzildə də nə az nə çox 3 hamam var. Biri holda yerləşdirilib, daxilində də aksesuarları quraşdırılıb. Şəkillər evə ayrıca bir gözəllik verir. Hər bir otağın daxilində televizor var. Bura ümumilikdə 3-cü otaqdır. Qarşı hissəsində də vitraj pəncərəsi var. Daxilində özünə məxsus hamama. Aksesuarları quraşdırılıb. Son olaraq da 4-cü otaq. Digər otaqlar eyni ölçüdədir, sadəcə rəngləri fərqlidir. Belə bir otaq, burada da bəzənmə masası, daxilində də hamama. Dəyərli izləyicilər, qiymət qeyd olunub. Bütün məlumatlar da aşağı hissədə var. Kim üçün maraqlı olarsa, gəlib yaxından da tanış ola bilər.